Bugünkü süjetimizin qəhrəmanı Ucar sakinidir. Rayonun Alpol kəndində yaşayan 30 yaşlı Arif Əliyev yük və minik avtomobillərinin ehtiyac hissələrindən hazırladığı və kənd təsərrüfatında istifadə olunması üçün nəzərdə tutulan dizel yanacağı ilə çalışan kiçik həcmli nəqliyyat vasitəsi görənlərin böyük marağına səbəb olub. Qaldırıcı tel vasitəsi ilə quraşdırılıb. Burada 200 kilit yığmışam ki, bu kilit kuzov aşağı düşəndə avtomatik kilitlənir ki, hər hansı yükdə kuzov boşuna arxaya qalxmasın deyə. Tel vasitəsilə qaldırmaq olur. Çox rahatlıqda ki, istənilən yüklər mümkündür, yəni qaldırmaq. Gələcəyini bunu da təkmilləşdirilməsini düşünürəm ki, silindr vasitəsilə, yəni əl əməyi olmadan qaldırıb yükləri boşaltmaq olsun. Qapıları daha əlverişli olsun deyə arxaya açılan elədim ki, daha əlverişli olar. Nəqliyyat vasitəsi işıq sistemi ilə də təchiz olunub. Arif Əliyev nəqliyyat vasitəsini ərsəyə gətirmək üçün təxminən 7 ay çalışıb. Öz əl əməyimdir, sıfırdan özüm yığmışam. Müxtəlif avtomobil ehtiyat hissələrindən Lada, Qaz 51, Qaz 24 və digər traktor, Kamaz ehtiyat hissələrindən yığılıb ərsəyə gəlinib. Təxminən 6-7 ay vaxt sərf olunub. 3500 manat aralığında da xərcə çıxıb ki, hal-hazırda sürülür, öz işlərimizdən ötürü düzəldilib. Çox əlverişlidir. Dizel yanacağı ilə çalışan texnikanın sürəti saatda 80 kilometrə çatır. Yük götürmə qabiliyyəti isə 2 tona yaxındır. Kənd təsərrüfat işlərində istifadə edirəm ki, öz həyat yəni sahəmizə ot daşımaq üçün falan belə öz şəxsi yüklərimizi daşımaq üçün istifadə edirik. Dizel yanacağı ilə çalışır. Motoblok motorudur, yəni çox ekonom motordur. Xadavoy sistemi Qaz 24-ə aiddir ki, yəni 2 tona qədər rahatlıqda yük götürə bilir. Eyni zamanda özü qaldırıb boşaldandır. Yəni hər hansı yükü əl əməyi istifadə olunmadan qaldırıb boşaltmaq olur. Arif Əliyevin atası deyir ki, oğlu maşını ərsəyə gətirmək üçün tək çalışıb. Elə vaxt olur ki, gecə saatlarında da o maşının üzərində iş görüb. Əvvəldən belə şeyə marağı olub, kənd təsərrüfatına elə də marağı olmayıb. İnandırım ki, elə saat 5-də hava açılmıyor, durduğu ayağa görür ki, çalışır. Deyir, yox, deyir, axşamdan fikirləşmişəm. Nəysə orada səhv eləmişəm. Durandan sonra belə tünlü yaranca yadımdan çıxacaq. Uşaq vaxtlarından kiçik də olsa ixtiralarım olub. Atamın qaynaqçı olmağı, yəni bu işlərdə görməyimə biraz da o səbəb oldu. Ki, yəni atam sağ olsun ki, arxamda durdu. Mənə inandığını söylədi ki, bəli, bacararsan deyə mənim üçün böyük bir işdir bu. Birinci işimdir təbii ki. Yığdım, yaratdım. Yəni hal-hazırda da ki, işlək vəziyyətdədir. Arif Əliyev deyir ki, əlavə dəstək olarsa bütün standartlara cavab verən mükəmməl texnika hazırlaya bilər.